Herkese salam. Ümid edirəm ki, çox yaxşısınız hər biriniz və sizi kanalımda və kanalımın ilk videosundan salamlayıram. Xoş gördük hər birinizi. Əgər bu video qarşınıza çıxdısa, demək ki, hazırsınız burada olacaqlara, yaşanacaqlara. Biz bu videoda nə haqqında danışacağıq? Ümumiyyətlə bu kanalda nə haqqında danışacağıq? İstəyirəm bu barədə qısa məlumat verim. Biz burada nəfəs praktikaları, bədən praktikaları, ümumiyyətlə insan psixologiyası, şuuraltı və s. haqqında danışacağıq geniş. Amma əsas mövzumuz nəfəs praktikaları və bədən praktikaları bu üzrə gedəcək. Bu mövzu danışmağa biraz həyəcanlıyam, çünki yəni bildiyim qədərilə, gördüyüm qədərilə ölkəmizdə bu sahə üzrə ümumiyyətlə coach mütəxəssis falan yoxdur. Əgər varsa, şəhərdə yazın, zəhmət olmasa, məncə yoxdur. Ona görə bu məndə bu məsuliyyəti 5 qat, 10 qat və s. daha çox artırır. Belə. Mən əvvəlcə istədim ki, ilk video hansısa mövzu üzrə bir praktika olsun. Amma düşündüm ki, hər kəs bilmir ki, biz ümumiyyətlə nəyə görə praktikalar etməliyik. Özəlliklə də qadınlar. Xüsusilə qadınlara bu çox vacibdir. Yəni, arzuluyuram ki, bütün qadınlar bunu etsinlər, bununla məşğul olsunlar. Və ilk videoda nədən danışacağıq ki, biz niyə ümumiyyətlə nəfəs praktikaları ilə, bədən praktikaları ilə məşğul olmalıyıq. Ümumiyyətlə bunun bizə faydası nədir? Niyə biz buna zaman, enerji sərf etməliyik? Bu haqda danışacağıq. Çalışacağım çox uzun olmasın, əsas məqamları qeyd edəcəm. Belə. Nəfəs praktikası və bədən praktikası, bunu çox qısa deyəcəm. Yəni, adından da göründüyü kimi, amma daha sonra uzun izahlar verəcəm. Nəfəs praktikasında biz fokusumuzu yığırıq nəfəsimizə, kontakt qururuq nəfəsimizlə. Bədən praktikasında isə adından göründüyü kimi bədənimizlə kontakt qururuq, onu eşitməyə çalışırıq, dinləməyə çalışırıq. Arxa fonda qızımın səsi də gələcək, ümid edirəm sizin üçün problem olmaz bu. Aha, deməli biz nəyə görə bunları etməliyik? Belə deyim də, biz hər hansı bir həyatımızda, əsasda bilirsiniz, 0-7 yaş arasında bu baş verir, biz formalaşırıq, bizim psixikamız formalaşır. Bu yaş ərəfəsində, əgər biz hər hansısa bir travma deyilən hadisə ilə qarşılaşırıqsa, bu orqanizmdə özünü necə göstərir? İlk öncə bizim nəfəsimiz donur, dayanır, səthi olur. Normalda bir insanın nəfəsi dərin olur. Amma travma anında nəfəsimiz dayanır, özümüzü dondururuq ki, biz həmin anki ağrını, acını hiss etməyik. Yəni ki, məntiq anladınız ki, nəfəs praktikası burada köməyə çatır ki, biz bədənimizi o güvənli hissəyə gətirə bilək, yəni o təhlükə anından çıxarda bilək. Burada bizə ilk köməyə çatan instrument məhz nəfəs praktikasıdır. Əgər bədəndə spazmlar varsa, blokajlar varsa, bilmirəm, travmalar falan filan, bu zaman nəfəsimiz dərin yox, səthi olur. İndi isə istəyirəm ki, biz qısa bir diaqnostika ilə bunu yoxlayaq. Siz özünüzdə yoxlayasınız ki, sizdə ümumiyyətlə bu nəfəsiniz dərindirmi, yoxsa səthidirmi? Bunun üçün nə edirik? Əlimizin birini sinəmizə, birini isə alt qarnına qoyuruq. Sağ əlimizi sinəmizə, sol əlimizi isə alt qarnına. Və istəyirəm ki, siz bu vəziyyətdə dərindən bir nəfəs alasınız və yenə dərindən uzun bir şəkildə bu nəfəsi verəsiniz. Və bunu necə etdiyinizi yadda saxlayasınız. Aha, indi isə sizə sualım budur. Siz nəfəs alarkən sizdə sinəmi önə çıxdı, yoxsa qarın mı önə çıxdı? Və yaxud nəfəsi verərkən, daha sonra nəfəsi verərkən sinəmi geriyə doğru getdi, yoxsa qarın mı geriyə doğru getdi? Baxın, əgər siz nəfəs alarkən sizin sinəniz önə çıxdısa, bu deməkdir səthi nəfəs almaq. Siz dərindən nəfəs almırsınız deməkdir. Bədəndə hər hansı bir spazm var deməkdir. Bəs dərin nəfəs nə deməkdir? Dərin nəfəs o deməkdir ki, biz nəfəsi alarkən videoda görünmür, amma qarnı biz irəli çıxartmalıyıq, qarnı şişirtməliyik. Bu şəkildə olur. Nəfəs alarkən qarnı şişirtməliyik, sinə isə tərpənməz qalmalıdır. Nəfəsi verərkən isə yenə fikir veririk, sinə tərpənməməlidir və qarın geriyə doğru getməlidir. Bu ideal nəfəsdir, bu dərin nəfəsdir. Baxın, əgər bir travma anında, yenə dediyim kimi, travma anı o demək deyil ki, biz o hadisə, o nəfəs orada qaldı. Yox, o bugünə kimi davam edir bizlə. Əgər sizdə o dediyim kimi səthi nəfəsdirsə, o deməkdir ki, sizdə o travma halı qalıb hələdir. Siz orada ilişib qalmısınız.
və nəfəs praktikaları burada işə keçir. Müxtəlif praktika növləri var ki, hansı ki bizi dərin nəfəsə gətirir və bədəni təhlükə anından daha güvən halına gətirir. Daha güvənli hala gəlirik biz, sinir sistemimiz o təhlükə anından çıxır, belə deyim. Bu belə. Məncə bu hissə aydın olur ki, nəfəs üçün, nəfəsi güvənli hala gətirmək üçün biz praktikalarla məşğul olmalıyıq. İndi nə haqqında danışacağıq? Baxın, indiki dövrdə, yəqin ki, hamınız razılaşarsınız ki, çox insan nəyisə düşünür, nəyisə planlaşdırır, nəyisə analiz edir, yəni başda yaşayır. Ümumiyyətlə, qadınların hal-hazırda çoxu belədir, başda yaşayır. Nəyisə düşünür, keçmişlə bağlı, hardasa ilişib qalıb, yaxud gələcəklə bağlı, yenə də, yəni hal-hazırda özünü güvəndə hiss eləmir. Ümumiyyətlə, kvant fizikasında keçmiş və gələcək yoxdur. Ancaq indiki hal var, ancaq bu an var. Nədirsə odur. Amma biz keçmişdə yaşadığımız travma ilə əlaqədar özümüzü güvəndə hiss etmiriksə, biz indiki anda da özümüzü güvəndə hiss etmirik və avtomatik keçirik başda yaşamağa. Çünki orada təhlükəsizdir. Çünki orada biz incinməyəcəyik. Düzdür? Baxın, bu halda yenə bizim bədənimizlə kontaktımız itir. Və bu halda da yenə də nə baş verir? Biz nəfəs praktikaları və bədən praktikaları köməyə gəlir ki, bizi indiki ana gətirsin. Biz yəni başda yaşamayaq. Ümumiyyətlə demək istədiyim bir məqam var ki, biz danışırıq, eşidirik, dişil enerji, nə bilim, qadın enerjisi və s. Mən bunu əgər bir sözlə, bir cümlə ilə ifadə etmiş olsam, belə ifadə edərəm. Və bunun resepti budur. Dişil enerji bərabərdir başda yaşamamaq, bərabərdir bədəndə yaşamaq. Nəfəsini hiss etmək budur. Yəni, dişil enerjinin əgər üzdən makyajla, geyimlə və s. yox da dərindən olmasını istəyirsinizsə, bunun resepti budur. Başda yaşamaqdan çıxıb, indiki hala qayıdıb, indi yaşamağı öyrənmək. Bunun isə dərmanı, yenə də nəfəs praktikaları və bədən praktikaları, bunu unutmuruq. İndi gəldik çox maraqlı bir hissəyə. Baxın, ola bilər ki, siz terapiyalar keçirsiniz, meditasiyalar edirsiniz, nə bilim, şuuraltı texnikalar edirsiniz və s. və s. Düzdür, özünüzlə məşğul olursunuz, şuuraltınızla. Amma əvvəl xatırlatdığım kimi, əgər siz başda yaşayırsınızsa, bədənlə, nəfəslə kontakt yoxdursa, siz o şuuraltı çalışmalardan ya çox geç nəticə alacaqsınız, ya da ümumiyyətlə nəticə almayacaqsınız. Nəyə görə? Çünki bilirsiniz ki, o meditasiyalarda, praktikalarda bunlar da məhz hisslər üzərindən qurulub. Düzdür, hisslərimizlə işləyir. Amma əgər biz özümüzü hiss edə bilmiriksə, bədənimizi hiss edə bilmiriksə, necə yəni o praktikalar bizdə işləyə bilər? Düzdür? Necə işləyə bilər? Heç cür. Bunun üçün biz yenə özümüzlə olan kontaktı bərpa etməliyik. Bədənimizə qayıtmalıyıq, nəfəsimizə qayıtmalıyıq. Belə deyim də, yəni o praktikalardan, çalışmalardan, meditasiyalardan, terapiyadan qabaq siz yenə də öz bədəninizlə məşğul olmalısınız, nəfəsinizlə məşğul olmalısınız ki, o şuuraltı işdə nəticə verə bilsin. Yoxsa nəticəyə çox vaxt ümumiyyətlə olmayacaq. Çünki siz yəni hiss edə bilmirsiniz. Beyninizdə yenə nələrsə düşünürsünüz. Buna görə də təəssüf ki, işə yaramır. Özümdən də deyirəm bu təcrübəni, mən də yaşamışam, mən də bilirəm. Ona görə yenə də əvvəlcə bədənlə iş, daha sonra şuuraltı iş. Bunlara fikir veririk. Və sonuncu qeyd etdiyim məqamı, sonuncu nəzərdə tutduğum məqamı qeyd etmək istəyirəm. Bu nədən ibarətdir? Baxın, biz əgər həyatımızda hər hansı bir dəyişikliyi eləmək istəyiriksə, tutalım ki, böyük bir pul. Böyük olmasa da olur. Yəni, hazırki halı tutalım ki 100 manatdır. Biz istəyirik 200 manat qazanmaq. Baxın, bu pul olsun, həyatda ümumiyyətlə hər hansı bir dəyişikliklər olsun, müsbətə doğru gedən dəyişikliklər olsun, daha yaxşı münasibət, daha çox pul. Bunların hamısı özü ilə bir yerdə bir yük gətirir. Və bu yükü qaldırmaq qabiliyyətimizdə bizim bədənimizin enerji həcmi ilə tamamilə əlaqədardır. İndi mən bunu izah edəcəm sizə necədir. Baxın, tutalım ki,
metrlik deyək də, 100 litrlik daha doğrusu, 100 litrlik bir su borusu götürək, onun həcmi 100 litrdir və biz ona 500 litr su vurmağa çalışırıq. Nə olar? Təbii ki, su borusu onu götürməz. Baxın, həmin prinsip bizim bədənimizlə də işləyir. Bizim bədənimiz hər hansı bir enerjini götürür, onun həcmi o qədərdir. Amma daha çox pul götürsək, tamam, daha çox pul istəyirik, amma daha çox pul elə-belə gəlmir bizim həyatımıza. O daha çox bizə məsuliyyət istəyir, daha güclü qərar vermə qabiliyyəti istəyir, daha çox bilinməzlik səviyyəsi istəyir. İzah edə bilirəmmi? Yəni, daha çox özü ilə nə gətirir? Gərginlik gətirir. Və əsas məsələ budur ki, bizim bədənimiz, sinir sistemimiz bu gərginliyi götürməyə hazırdırmı, yoxsa hazır deyilmi? Məsələ budur. Ona görə fikir verə bilərsiniz ki, həyatımızda nəsə qazanırıq, amma sonra geri atır bizi sistemimiz sanki. Nəyə görə? Çünki sinir sistemimiz onu təhlükə olaraq gördü. Onu nəsə yaxşı bir şey kimi görmədi, ağır gəldi. Bədənimiz onu götürə bilmədi, qəbul edə bilmədi. Buna görə də əsas məsələ burada nədir? Biz öz enerji həcmimizi genişləndirməliyik. Sinir sistemimizi daha güvəndə hiss etdirməliyik ki, daha yaxşı nələrisə pul, münasibət və s. həyatımıza sıxışdıra bilək və bədənimiz, sinir sistemimiz onu təhlükə olaraq, yük olaraq, gərginlik olaraq görməsin. Məncə bu videoda deyəcəklərim bu qədər idi. Ümid edirəm ki, bir anlayışınız yarandı ki, biz niyə görə nəfəs praktikaları, bədən praktikaları etməliyik. Xüsusən də qadınlar üçün bu çox vacibdir. Bunu mən nə qədər desəm də yorulmaram. Xahiş edirəm, əziz qadınlar. Özünüzə bu şansı verin. Bir neçə dəfə sınayın. Bu arada, əgər siz bilmirsiniz ki, bu nə deməkdir ümumiyyətlə, bu praktikalar nə deməkdir? Mənim Instagram səhifəmdə praktikalar adlı bir highlight var. Orada bolluca ödənişsiz praktikaları paylaşmışam. Ola bilər ki, əgər siz çox gərginsinizsə, sinir sisteminiz çox yüklənibsə, həddən artıq çox, xroniki stres varsa, ola bilər ki, ilk dəfədən bu sizə elə bir effekt verməyəcək. Amma davamlı olsaz, əminəm ki, hər hansı bir effekti, dəyişikliyi alacaqsınız. Mütləq sınayın, bu ödənişsizdir. Qeyd etdiyim kimi Instagram səhifəmdədir. Instagram səhifəmin adını ya ekrana, ya açıqlamaya, ya şərhlər bölməsinə yerləşdirəcəm. Oradan baxın, mütləq üstündən keçib getməyin. Belə, bu səhifədə isə mən istəyirəm müəyyən mövzularda praktikalar paylaşmaq. Bu olar təşvişi aradan götürmək, negativ fikirləri aradan götürmək, daxili dayaq yaratmaq, bədəndə hissiyatı yaratmaq və digər mövzularda da danışmaq istəyirəm. Ümumiyyətlə, danışmaq istədiyim çox şey var. Və bu arada mən bu videonu çəkmək fikrinə də necə düşdüm, o impuls mənə necə gəldi. Mən səhər bədən praktikaları etdim və bitirəndən sonra mənə bir enerji gəldi. Bu arada bunu da qeyd edeyim. Bizə ümumiyyətlə bu həyatda hər hansı bir ideyanı həyatda yerinə yetirmək üçün bizim yenə də bədənimizdə resurs olmalıdır. Baxın, məndə ideya hər zaman var idi ki, mən videolar çəkim, amma bədənə resurs gəlmirdi. Amma artıq bədən üzərində işlədikdən sonra o resurs gəldi və mən vurdum ayağa, yüngül makiyaj elədim, işığımı qoşdum və başladım danışmağa. Bu ideyanı torpaqlamaq deməkdir. Azərbaycan dilində bilmirəm necədir, yəni həyata vermək, həyata keçirmək. Bunun üçün bizim bədənimizə enerji lazımdır, başqa heç bir şey. Şuuraltı işləmək bizim bədənimizə resurs vermir. Əgər bədənimiz ona hazır deyilsə. Belə, sizin bu mövzu ilə bağlı hər hansı bir suallarınız varsa, video təklifləriniz varsa, istəyirəm mütləq şərhlərdə yazasınız və qeyd etdiyim kimi, qadınlar üçün bu çox vacibdir. Mənim özümün belə hər səhər etdiyim bədən praktikaları var. Rutinim var artıq. Və istəyirəm hər bir qadında bu olsun. Özünə bu gözəlliyə, necə deyirlər, icazə versin. Və ona görə sizdən xahiş edəcəm ki, mənim səhifəmi rəfiqələrinizlə, yaxın insanlarla, qohumlarınızla, ailə üzvlərinizlə, qadın ailə üzvlərinizlə təbii ki, paylaşasınız ki, onlar da yararlansınlar və onlar da faydasını görsünlər. Əgər qeyd etdiyim videolar sizə maraqlıdırsa və bu videolar görmək istəyirsinizsə,
şərhlərdə yaza bilərsiniz. Bilmirəm, like, komment, paylaşmaq və s. bunları edə bilərsiniz ki, mən daha da motivasiya olum. Belə bu videoluq bu qədər. Gələn videolarda görüşənədək hələlik.